Bugünkü videoda Azərbaycan dilində video çəkməyə davam edirik. 10 dəqiqəlik rapid oynayırıq 2100 olana qədər. Son vaxtları reyting rekordumuzu qırmışdıq. İndi davam edirik. Bu dəfə addaşlar verməsini gözləyirəm. Bu arada videonu tutduğum oyundan sonraki bir dəqiqədə çəkirəm. Yəni promodan ikinci videoya başlayırıq. Bu axırıncı videoda editləyəcəm. Yəni bu videoda editləyərik. İndi rəqib tanımasını gözləyirik. İnşallah tapacaq. Bəli, tapdıq rəqibimiz. Gəldi. E4-dən başlayalım. Qardaşım, bir dənə şək var. Yəni, yox. Dəqiqə, chatdən yazaq görək niyə. Qaqaş nəsə deyir ki, etcə. Niyə etcə, mən də heç baş düşmədim. Deyir, bir dəqiqə oyna. Təslim yazır, nə? Necə yəni? Qarşın heç təklifini rədd elədik. İnşallah uduzmarıq, yoxsa pis olacaq da. Heç təklifini rədd eləyərək uduzmaq. Birazcıq pisdir məncə. Qarşı nəsə eləməyə çalışır, mən də heç bilmirəm. Freeman Mutsat yazmış, deyir, bir dəqiqə oyna. Başa düşmürəm, yəni, çox da. Nəsə alır Mutsat'a, Həmrəzat da oynamır. Bunu bir dənə şikayət edək, Starlink'dən. Oyun satmadan, oyunu insan bezdirmədən. Starlink, Quitting Games, aha. Aha, Allah şükür gördük həmləsini. Oynayaq. Vaxtda üstünlüyümüz var, birazcıq sürətli oynamalıyam. Burada bunu hesaplamışam, mən həmişə belə oynayıram. Bala, bura götürmək variantlar da var. Aslında orada aha, indi fit bura, bəlkə də bəli, oynanılır bu variant. Bura gələcəm, qala quracaq, bizə orada oynaya bilərik. Aslında orada belə gəlirlər. Səbəbini bilmirəm. O, görün, yaxşı. Centerimiz gözəldir. Mən də A3 oynayacam. Yəqin ki, A3 oynayacam ben. A3 oynayacam. Fillərimizi hardan oyuna gətirib buradasını götürə bilərəm. Belə baxam da. Götürək mi? Deyək, hətta açılsın. Mənim atım biraz pis vəziyyətdədir. Nəsə, belə gələk. Həmlələrə baxın, yəni çox teorik. Çox teorik. İndi atı geriyə çəkib, bəlkə də F4 həmləsi də fikirləşməyə başladım. Görək də, görək. İndi mənim film artıq aktiv diaqonalda istəmir. Bilmirəm. Bəlkə də məqsədlərindən biri budur. Atımı bura qoya bilərəm. Ya da A3 oynayıb filmi gizlədə bilərəm. Burada mənim çünki film bu diaqonalda çox yaxşıdır. Verim istəmirəm onu. Çox qəribə həmlələr oynayır, dostlar. Aslında götürə bilərəm. Necə? Gələk belə. Oynayaq, gələk belə oynayaq. Bu həmləni nə hesapladım? Bu həmləyə bəlkə də belə. Bəlkə də götürək. Götürək. Sonra belə gələ bilərəm. Götürməyi tərcih elədim. Mən götürməyi tərcih eləyəcəmmi? Elədim. Götürdüm. İndi. İndi bura oynaya bilərəm. Birazcıq yaxınlaşdıq.
Güncü var, yaxınçılıq oldu elə bir. Aslında F4, F4 yox, mən açam, mənim pasiyamda elə. Belə gələ bilərəm. Gələ getsin. Biraz diagonal açılmır çünki mənim flik x var. Yazıyıq. Bəli, bu həmlələr hamısı alınır. İndi görək, nə eləməyə çalışacaq rəqib. Bəlkə rəqibin oynadığı oyunu çox dəqiq başlayamıram. Aha. İndi belə gəlir. Mən indi belə gələ bilərəmmi? F4 də, yox, F4 oynamayaq, vəzir gələk. Vəzir gələkmi? Vəzir gələk. Gələk, heç olmaz. Onsuz onun vaxtı çox az, vaxtı oynayacam kəsdə birazıq. Güncüvari biraz düzgün deyil vaxt oynamaq, amma oynayacam vaxt az, çünki vaxt öndəyik. Fil diagonallarımız güclü, amma bu piyada bütün mənim planlarımı pozur. İndi o bunu istəyir. Bəlkə də istəyir o da. Onun batı pazdır. Şax belə gəlsəm, belə hücum bağlaya bilərəm. Gələk belə oynaqsa. Yəqin ki, belə oynayacam. Bəli, gəldi. Mən də buna qarşılıq verəcəm deyəsən. Bir dəqiqə bilmirəm. Oy da dostlar, xətə elədik. Oy da. Xətəyə baxmayın. Ooo. Götürsə belə. Oh. Rahatladım. Valla. Yəni. Bura mı? Bura. Dostlar, biraz həyəcanlı oyunu qorxuram. Bəlkə də ikinci fil xətası da əslində olur. Çox pis olur bu. Götürək. İndi vəzir dəyişimi istəyir. İstəmirəm mən əslində, amma onun fili gedib, amma uduram. Onu görə dəyişəcəm. Rahatladım ya biraz. Bəli, bu yerişi bilirdim. Nə oynanıla bilər? Belə. Şax. Bəlkə sonra da fil qaçaq, yox. Belə yazsam. Of. Mən bir dəqiqə bu piyadanı tutmalıyam. Necə həll edə bilərik bu bütün problemlərimizi? Düşək, bir piyada geriyə. Düşək. Bəli. İndi bitdi. Mən yeni piyada prototipim var. Prototip nə deyir? Belə gələcəm. Sonra rahatcan udacam. Vaxt lazımsız. Belə, bəlkə. Nəsə. Səhv mi elədim? Dəqiqə şax. Bura və ya bura.
Onda bəlkə belə gəlsəm, belə gəlsə bir dəqiqə. Götürsəm piyadanı. Şah. Geriyə qaçsın. Sonra toplar ikili qoysam. Ay Allah. Nələr olur? Bir an götürək, baxın işimizə. Şah. Bir dəqiqə. Bir şah. Ay Allah. Vaxt oynayalım saniyə. Aha, indi götürə bilərəm. Götürə bilərəm. Götürsün. Hücum. Ay Allah. Bu oyunda təmiz olaraq mən qazancı oynayıram. Burada nə oynayaq belə? Baxın. O topunu qaçacam, mən götürəcəm. Ondan sonra da topu bura qoyacam. Belə götürsün. Məsələn götürdüm. Topu burana qoyandan sonra onu şah kəsəcək üçün mən bu oyunu təmiz tutacam. Bir şeylər yapmaya çalışır, amma bəlkə də söz də bilmir. Oha, o şahını 7-ci xətdən çıxartdı. Yəni. Bu onu da etsədim. Bu etsədə amma onun vaxt çox az deyə qazancı oynayırıq. Çox fikirləşdim. Yəni, mən bu oyunu uduram. Bu oyunu udub rekordumu qırıq. Şah çəkək, belə gəlsə belə. Tutdu. Tutdu fərəni. Yavaş-yavaş gəlirəm. Belə. Ay Allah, ay Allah. Qaydaq. Of! Tək həmlə. Dostlar, tək həmlə. Şansımıza baxın dostlar. Vallahi belə bir şans yoxdur. Yəni, təslim oldu. Dostlar, qazandıq, qazandıq. O boyda sıxıcı oyundan sonra, o qədər sıxıcı oyundan sonra, bu qədər gözlətmədən sonra axırda qazandıq. Oh! Bitti. 2064 yeni en yüksek reytingimiz. Dostlar, deyəsən video fikrim qurtaracaq. Bu göstərir. 2100 olduq. Ona görə də 92 ilə mükəmməl bir oyun. Baxın, o çox fikirləşdi. Videonun ona görə orasını kəsmişəm. İndi bildirim, burasını kəsəcəm. Bu 4 dəqiqə mənə gözlətdiyi yeri. Belə teorik. Bunlar biraz teorik əmrlərdir. Mən kitabda öyrəndim. Buralar da normal variantlardır. Bunlardan hamısını çox hoşuma bəyənir. Bir üstünlüyümüz varmış. Belə bir şeylə qaçırmışıq. Yəni, tablası əlmədə, amma tapamamışıq. Bunu bəyənmədim. Bəli, indi artıq üstünlük qarlarda deyil, öyrətəcəm. Bəli, bu böyük xətaydı həqiqətən. C4-ü fikirləşmişim əslində. C4 əmrəsini. Nəysə, bu çox istəmləydi. Amma burada plan verir və biz də burada bir dənə fil fədası edirik, götürsə bir qazanırıq. Böyle, bunu da yapmadım. Ay Allah, burada götürə bilirmişəm. Bunu görməmişdim. Nəysə, amma burada üstünlüyümüz biraz getdi. Bir üstünlüyü var. Düşdü 0.. Öyrətsəm. Öyrətsə xəmləri. Bu etsəydi də bu pası. Bu pas etsəydi çünki yerlər çoxdur yəni. İkili birləşmiş piyada olsa əslində bir şeylər etmək olardı, amma yox idi deyə edəmədik və burada da sonra təslim oldum. Dostlar, vaxtınız üçün çox sağ olun. 5 dəqiqəlik istəyən kəsəcəm. Rəqib niyə mənə gözlətdi bilmirəm. İzlədiyiniz üçün çox sağ olun. Allah əmanət, hamınızı öpürəm. Sağ olun.